Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə 15.03.2026-cı ildə hədəf kurslarının 9-cu siniflər üçün keçdiyi buraxılış sınaq imtahanının ingilis dilinə aid olan suallarını izahını verəcəm. Gəlin suallarımıza baxaq. İlk öncə listening sualları gəlir, birbaşa cavabları deyəcəm. Birinci sualda mətnin nə haqqında olduğunu soruşur. Düzgün cavabımız olacaq D variantı. İkinci sualımızda mətnə uyğun cümləni tamamlamağı istəyir. Burada da olacaq, deməli, C variantı olacaq. Use fossil fuel. Üçüncü sualımızda mətnə uyğun sualın düzgün cavabını istəyir. Why do many people want clear energy? Üçüncü sualımızda da düzgün cavabımız olacaq A variantı. Because climate change causes extreme weather. Dördüncü sualımıza baxaq. Deməli, 4-də, 4-cü bəndə burada little yerinə mo olmalıydı. Deməli, burada false olacaq. İkinci bəndə little, a lot of olmalıydı burada. Çünki a lot of deyir. Birdə hər şey okeydir. A variantı. 3-də də hər şey okeydir. True olacaq. 5-ci sualımız short textdir. Gəlin baxaq. Hello students, we are going hiking in the mountains on Sunday. Everyone should wear comfortable shoes. Remember to bring water, snacks and warm clothes. Deməli, mətnə uyğun düzgün cümləni tapmalıyıq. The hiking trip will take 2 days. Belə bir şey demirdi. Students do not need water. Burada əslində suya ehtiyacları vardı. Deyir, burada səyahət təxirə salındı. Xeyr, C variantı elə bir şey yox idi. D bəndində deyir ki, şagirdlər soyuq havaya nə etməlidirlər? Soyuq hava üçün tədarük görməməlidirlər də, hazırlaşmamalıdır. Əslində deyir ki, nə etməlidirlər? İsti geyimlər, yəni qalın geyimlərini götürməlidirlər, gətirməlidirlər. D variantında yanlışdır. Düzgün cavabımız qalır nə? Burada E variantı. Students must carry drinks and food. 6-cı sualımız yenə short text. Join our cooking club next Thursday. Children will learn to make sandwiches, salads and smoothies. They will cook, deməli, they will work in teams and share their recipe and at the end. Gəlin birbaşa baxaq. Görək burada nə deyir. Burada deyir ki, önlüklərini gətirməlidirlər. Xatırlasınlar ki, önlüklərini gətirsinlər. Deməli, mətnimiz nə haqqındadır burada? Deyir ki, önlüklər lazımdır. Deyil, A variantı yanlışdır. The class is only for adults. Deyir ki, yalnız yetkinlik yaşına çatanlar üçündür, yetkinlər üçündür, yetkin yaşlılar üçündür. C variantda deyir ki, qrup işi yoxdur. Əslində qrup şəklində bişirməlidir. C variantımız yanlışdır. D variantda hər şey okeydir. Children will prepare the food together. Elə düzgün cavabımız nə olacaq burada? D variantı. 7-ci sualımıza baxaq. Yenə burada short textdir. We are visiting the animal shelter this Tuesday. You will learn how to feed and take care of dogs and cats. Our volunteers will guide us and answer our questions. Burada yenə bizdən düzgün cavab istəyir. The visit is at the weekend, həftə sonunda deyildi. 3-cü gündən söhbət gedirdi. A variantımız yanlışdır. The students will learn about pet care. Yəni ev heyvanların qayğısında necə qalmalıdırlar burada. Bu qalsın. Only teacher will visit shelter. C variantımız yanlışdır burada. Volunteers will not explain anything to the students. Deyir ki, könüllülər şagirdlərə heç nə izah etmirlər. Əslində burada neyirlər? İzah edirlər və neyirlər? Onların suallarını cavablandıracaqlar. D variantımız da yanlışdır. Students will learn about birds, not dogs and cats. Burada deyir ki, quşlar haqqında öyrənəcəklər. İtlər və pişiklər haqqında xeyr. İtlər və pişiklər haqqında yox. Əslində elə burada itlərin və pişiklərin qayğısına necə qalmaq və onları necə yedizdirmək haqqındadır. Elə bir dənə uyğun variant burada nə gəlir? B variantımız gəlir. Burada artıq böyük mətnimizdən söhbət gedir. Böyük mətnimizdə oxusanız, burada deməli, qidalardan zəhərlənmə haqqındadır mətnimiz. Gəlin birbaşa variantları oxuyaq və bəndlərimizə baxaq. Mətnimiz nə haqqındadır? Biz bilirik ki, qida zəhərlənməsi və onun simptomlarından danışır. Mətni oxusaq görəcəyik. A variantımız burada okeydir. Düzgün cavabımız A variantı olacaq.
B variantında deyir ki, qida zəhərlənməsi nədən baş verir? Gəlin variantlarımıza baxaq. Elə burada ikinci abzasa fikir versək ki, burada nədir? Zəhərlənmənin nədən baş verdiyini, çox üzr istəyirəm, zəhərlənmənin nədən baş verdiyini deyir. Nədən? Deyir ki, unsafe food, bişməmiş ət, yumurta və dəniz məhsullarından və yuyulmamış nədən? Meyvə və tərəvəzlərdən. Və nə? Çirkli əllərdən istifadə, yəni yemək bişirirsən, çirkli əllər, yemək hazırlayırsan, çirkli əllərdən istifadə və çirkli mətbəx nəyindən istifadə etmək, alətlərindən istifadə etmək nəyə gətirib çıxarır? Deməli, qida zəhərlənmələrinə gətirib çıxarır. Elə burada da düzgün cavabımız 9-da olacaq. Deməli, A variantı. After eating unused food, only if people eat fresh food. Təzə qidadan istifadə edəndə insan necə belə ismasın zəhərlənə bilər? Heç mətni oxumamışda burada variantlardan tapmaq olar. If someone exercise after eating, xeyr, yanlışdır. Because of drinking much water, əslində zəhərlənərkən daha çox maye qəbul etmək lazımdır deyir. Baxın. Zəhərləndikdən sonra daha çox maye qəbul etmək lazımdır. Burada deyir ki, çoxlu su içmək, çoxlu maye qəbul eləməyin zəhərlənməyinə aidiyyəti. Ona görə D variantımız da yanlışdır. When food is eaten cold, soyuq qida soyuq yedikdə heç aidiyyəti yoxdur. Burada düzgün cavab nə qalır? A variantı qalır. Deyir, mətnə uyğun düzgün cümləni seçin. 10-cu sualımızda deyir, only meat can cause for poisoning. Burada əslində təkcə ət yox, tərəvəzlər idi, balıqlar idi, yumurta idi, sonra meyvələr idi, nə idi? Bunlar hamısı zəhərlənmənin içində gedən belə çıxmasın ərzaqlar idi ki, yəni zəhərlənməyə səbəb olurdular. Drinking water is harmful for sick people. Xəstə insanlar üçün deyir ki, su içmək zərərlidir. Əslində xeyr, indi qeyd etdik, burada maye qəbul etmək nədir? Belə demək, zəhərlənmənin qarşısını ala bilir. Baxın, neçənci abzasda, 3-cü abzasda verib. Okay, C variant deyir ki, fruit and vegetables do not need to be washed before eating. Yəni deyir, tərəvəz və meyvələrin yeməkdən qabaq yuyulmasına ehtiyac yoxdur. Əslində hamısı yuyulmalıdır. Orada deyir, C variantımız da yanlışdır. Using dirty kitchen tools can lead to food poisoning. Burada D variantımız artıq düzdür. Yəni də orada var idi. Yəni çirkli mətbəx alətlərindən istifadə etmək nə idi? Gətirib zəhərlənməyə çıxarda bilirdi. Baxın, ikinci abzasının sonuncu cümləsində var. Burada düzgün cavabımız nə qalacaq? D variantı qalır. 11-ci sualda deyir ki, mətnə uyğun düzgün sualın cavabını tapın. What is recommended when the illness becomes serious? Yəni deyir ki, xəstəlik ciddiləşəndə nə təklif edirsiniz? To eat more food, daha çox yemək, xeyr. To drink little water, little yox, daha çox. More water deyirdi orada. B variantımız yanlışdır. To continue daily activities. C variantımız da yanlışdır. To take a long walk. D de olmaz. To visit the doctor at once. Bəli, Y variantımız doğrudur. Deyir ki, xəstəlik ciddiləşəndə dərhal nə etməliyik? Həkimə müraciət etməliyik. Baxın. Deyir ki, ciddi belə çıxmasın, qızdırma, qan qusma. You should see a doctor. Yəni dərhal nə etməlisiniz? Həkimə görsənməlisiniz, həkimə getməlisiniz. Ona görə burada da düzgün cavabımız nə qalacaq? Y variantı qalacaq. 12-də deyir ki, hansı cümlə mətnə uyğun yanlışdır? Baxaq, food poisoning does not always require hospital treatment. Bu elə bir yanlış cavabdır. High temperature is not such a serious condition. Yəni deyir ki, yüksək temperatur nədir? Ciddi vəziyyət deyil. Əslində ciddi vəziyyət deyil. Burada 1-2 nədir? Yanlış cavabdır. Cavabımız elə 1-2 olacaq. Gəlin digərlə baxaq. Kitchen cleanliness has no connection with food safety. Bəli, yəni
Burada mətbəxədəki kitchen cleanliness has no connection with food safety. Eating products that are no longer fresh can cause some illness. Eating products that are no longer fresh. Bəli. Əgər uzun müddət deyirsə, təzə qalmayıbsa, yəni uzun müddət əgər bir məhsulu saxlayırıqsa, deməli nədir? Bu xəstəliklərə səbəb ola bilir. Burada isə əslində 3 də yanlışdır. Deyir ki, mətbəxin təmizliyinin qida təhlükəsizliyində heç bir aidiyyatı yoxdur. Niyə ki, mətbəx əslində təmiz olmalıdır ki, qida təhlükəsizliyi yaranmasın. Nədə 3 də yanlış variantlardan biridir. 3 əslində 100 də yanlışdır, bəli. Çünki mətbəx təmiz olmalıdır ki, qida təhlükəsizliyi yaranmasın. Amma burada deyir ki, mətbəxin təmizliyinin qida təhlükəsizliyindən heç bir əlaqəsi yoxdur. Okay, 13-cü sualımıza baxırıq. Burada sözlərin definitionlarla uyğunlaşdırılmasını deyil. Attend qoşulmaqdır, iştirak etməkdir, discover kəşf etməkdir, worry narahat olmaqdır. Deməli 1-ə gələcək C, 2-yə gələcək discover to find information, a place, an object. A gələcək burada. 3-ə də worry narahat olmaq, 3-ə də gələcək B. Düzgün cavabımız qalır nə? A variantı. 14-də bizdən düzgün variant istəyir. Zamanlarımıza aid olan sualdır. Deməli, istəyirsə indiki sadə zaman lazımdır burada. Yadınızda saxlayın. Deməli, gələcək zaman olmaz. Yestədi var. İndiki bitmiş zaman olmaz. B variantı getdi. İndiki sadə zaman olmaz. D getdi. Cavab qalır. Aynen Y. Was varsa feilimiz ya incili olmalıydı burada ya da idili. Ona görə düzgün cavabımız nə qalır? Y variantı. 15-də boşluqdan sonra görür ki, cəm isim gəlib. Deməli, avtomatik B ilə Y variantı getdi. Burada Pentix cəmdə olduğuna görə biz bunu ilə verməliyik? Üçüncü şəxsin cəmi ilə verməliyik. Həm də burada boşluqdan sonra nə gəlib? İsim gəlib. Bizə isimlə işlənən yəlik əvəzli lazımdır. İkinci tərəfdə isə boşluqdan sonra heç nə yoxdur. Gəlir, deməli, bizə nə lazımdır? İsimsiz işlənən yəlik. Baxaq, burada may olmaz. Çünki boşluqdan sonra isimimiz yoxdur. May olmaz. Boşluqdan sonra isimimiz yoxdur. May isimlə işlənən yəlik əvəzli idi. Ona görə düzgün cavabımız nə qalır? A variantı. 16-da opposite meaning deyəndə nə başa düşürük? Bizdən istəyir nəyi? Antonimlər istəyir. Burada da cavab qalacaq nə? B variantı. Similar, oxşar, bənzər, different, müxtəlif. Deməli, 17-ci sualımıza baxırıq. Choose a correct variant. Sualımıza baxırsaq ki, görək ki, hansı mövzuya aiddir? Söz onun mövzusuna aiddir. Burada nə olacaq? On the sofa olacaq. In the living room olacaq. Cavab qalır C variantı. 18-də both or deyə bir bağlayıcımız yoxdur. Neither nor var. B variantı ola bilər. Not only but also olmalıydı. Neither or yox. Nor olmalıydı. Either nor yox. Or olmalıdır. Düzgün cavabımız qalır nə? B variantı. 19-cu sualımıza baxaq. On 9-cu bizdən deməli məlum növdə olan cümləni istəyir. Məlum növdə olan cümləni verib, məlum növdə olan cümləni keçirməliyik məlum növə. All the problems cümləmizin tamamlığıdır. Solved keçmiş zamanda olduğuna görə deməli keçmiş sadə zamanın məlum növü olacaq. Keçmiş sadə zamanın məlum növdə was və plus verb ilə düzəlir. All the problems cəmdə olduğuna görə nə olacaq? V ilə olacaq. Verbin deyə bir zamanı yoxdur. Problem cəmdə olduğuna görə was yox, V olmalıydı. Burada indiki bitmiş zamanda verib, heç məhsulda da deyil. Biz bilirik ki, məlumda olan cümləmiz hansı zamandadırsa, məhsula çevirərkən zamanı dəyişməyə haqqımız yoxdur. Eyni zamanı məhsuluna çevirməliyik. Burada cümlənin mübtədasının olduğu kimi saxlayıb, biz bilirik ki, məlumun mübtədası, məhsulun mübtədası ola bilməz. Düzgün cavabımız nə qalır? Y variantı. 20-ci sual, deməli, ayrılan suallara aiddir. Tag question, deməli, geese have long necks. Burada have, burada əsas feil kimi işlənib. Əsas feil kimi işləndiyinə görə sual nə ilə olacaq? Do ilə olacaq. Ona görə nə olacaq? Don't they. Cavab qalır B variantı. Ayrılan suallarda bilirik ki, təsdiqə inkara təsdiq veririk. Deməli, 21-ci sualda baxırıq. Travel bags, burada bags cəmdə olduğuna görə bizə nə lazımdır? Cəm xəbər lazımdır. Are olar, V olar. Sonra S olanlar bilirik ki, nədir? Tək xəbərdir.
is, has, was bunlar nədir? Tək xəbər olduğuna görə bunları götürmürük. Cümləmiz düzgün variantımız qalacaq nə? 2-4C variantı. Okay, 22-ci sualda bizdən düzgün modal feil istəyir. Boşluqdan sonra to'muz var. Deməli bizə nə lazımdır? To ilə işlənən modal feil lazımdır. Won't be olmalı idi, yoxdur. Should'dan sonra modal feil kimi to gəlmir, B getdi. D variantında will'in B'si yoxdur. C variantında have to deyə, have not to deyə bir modal feilimiz yoxdur. Cavab nə qalır? Y variantı will be able to, hər şey qaydasındadır. 20-ci sualımıza baxırıq. 21-ci sualımız da article mövzusuna aid olan sualdır. Gəlin baxaq. Deməli, biz bildik ki, yəlik əvəzliyindən sonra nə gəlməz? İsmin qarşısında article gəlməz. Avtomatik D getdi, C getdi. Qaldı nə? A, B, Y variantı. Biz bildik ki, sayılan tək ismin qarşısında boşluq verə bilmərik. A variantımız da getdi. Y variantımız da ona görə gedir ki, cakes burada cəmdə olduğuna görə deməli, yəni artiklı harda işlənirdi? Sayıla bilən tək isimlərin qarşısında işlənirdi. Y variantımız da olmaz. Düzgün cavabımız nə qalır? B variantı. Burada bizə sözü verib, bizə length of the space between two points. Burada da nə olacaq? Distance sözü olacaq. Düzgün cavabımız nə qalır? Neçənci sual? 24-cü sualımızda qalır D variantı. 25-ci sualımızda bizdən sinonimlər istəyir. Burada deməli silent quiet olacaq. Bir də important necessary olacaq. Düzgün cavabımız qalır nə? 1 ilə 3. Deməli safe dangerous bunlar bir-birinə sinonimdir. Enormous small nədir? Bir-birinə, üzr istəyirəm. Safe dangerous bir antonimdir. Enormous small nədir? Bunlar da bir-birinə antonim olduğuna görə düzgün cavabımız nə qalır? 1 ilə 3 sinonim bunlardır. Bu qədər. Sağ olun, salamat qalın. Növbəti video izahlarda görüşənədək.